Almaniyada isə son illərin ən çətin və ən həssas siyasi müzakirələrindən biri yenidən alovlanıb. Artıq 10 ildən çoxdur bu ölkədə yaşayan təxminən 1 milyon Suriyalı qaçqının taleyi həll olunur. Geri qaytarılma, inteqrasiya, təhlükəsizlik. Siyasətçilərin mövqeləri kəskin şəkildə fərqlənir. Bəs bu qərarların birbaşa təsir etdiyi insanların özləri bütün bunları necə qarşılayırlar? Xüsusi müxbirimiz Günay Məmmədova qaçqınların yaşadığı yataqxanalardan birinə baş çəkib və Suriyalı ailələrin narahatlığını lentə alıb. Almaniyada Suriyalı qaçqınların vətənə qaytarılması məsələsi yenidən gündəmə gəlib. Bu məsələ elə arxada gördüyünüz bu binada, Berlində yerləşən Bundestagda kəskin siyasi müzakirələrə səbəb olur. Suriyalı icmada isə qorxu və qeyri-müəyyənlik yaradır. Siyasətçilər mübahisə etdiyi bir vaxtda illərdir bu ölkədə yaşayan insanlar sabah onları nə gözlədiyini bilmirlər. Nadiyə Əlkərim 2015-ci ildə Suriyanın şimalından dağılmış bölgədən ailəsi ilə birlikdə Almaniyaya pənah gətirib. 10 ildir ki, burada yaşayan Suriyalı qaçqın həyatını qurmaq üçün yeni dil öyrənib, tibb bacısı olaraq işə başlayıb. Lakin indi Əlkərim ailəsi yenidən problemlə üzləşib. Burada bizi qəbul etdilər, dil öyrəndim, işə düzəldim. Amma ərim xəstələndi, həyatını xilas etmək mümkün olsa da, ona baxmaq üçün işdən ayrılmaq məcburiyyətində qaldım. Bu yaşdan sonra hara gedək? Bu insanın həyatda qalması üçün biz Almaniyada qalmalıyıq. Gündə 13 saat işləyirdim. İndi xəstəyəm, ora qayıda bilmərəm. Bu ailə üçün Almaniyada qalmaq status məsələsi deyil, bu məhz sağ qalmaq uğrunda mübarizədir. Almaniyanın müxtəlif şəhərlərində bu kimi yataqxanalarda 10 minlərlə Suriyalı yaşayır. Onların əksəriyyəti illərdir buradadır. İşləyirlər, oxuyurlar, uşaqlarını məktəbə göndərirlər, cəmiyyətə uyğunlaşırlar. Amma bugün heç biri sabah nə olacağını bilmir. Vəziyyət çox qeyri-müəyyəndir. Hər şey isə kansler Friedrich Merzin açıqlamasından sonra başladı. Suriyada müharibə başa çatıb və qaçqınlar geri dönə bilər. Bunun ardınca Almaniyanın Xarici İşlər Naziri Johann Vadefulun Suriya səfərindən sonra açıqlaması diqqət çəkdi. Orada hər şey dağılıb. İnsanların demək olar ki, heç bir infrastrukturu və tibbi yardımı qalmamış ölkəyə göndərilməsi necə mümkün ola bilər? Müxalifət təmsilçilərinin bir qismi deportasiya məsələsinin yenidən nəzərdən keçirilməsini tələb eləyir. Hakimiyyət isə deportasiyaları artıq reallaşdırmağa başlayıb. Deportasiya reisi Əfqanistana yola düşdü. Söhbət deportasiya olunmalı şəxslərdən gedir. Son həftələrdə dəfələrlə bildirmişik ki, belə bir reisin həyata keçirilməsini təmin edəcəyik. Gələcəkdə deportasiyalar davam edəcək. Deportasiya çox vaxt aparan, baha başa gələn və çətin bir prosesdir. Deportasiyanın həyata keçirilməsini müəyyən edən iki əsas amil var. Mənşə ölkələri ilə münasibətlərimiz və təbii ki, öz daxili qaydalarımız. Başqa sözlə, deportasiyaları həyata keçirilməyə çətinləşdirən məhz bu qaydalardır. Almaniyada 948 min Suriyalı yaşayır. Onlardan təxminən 667 mini müvəqqəti yaşayış icazəsinə malikdir. Almaniya hökumətinin məlumatına görə geri qayıtmalı olan Suriyalıların sayı 10.700 nəfər təşkil edir. Yəni təxminən 1%-dən bir qədər çox. Yanvar ayından etibarən onlar vətənlərinə geri qayıtmaq üçün dəstək proqramından yararlana bilirlər. Statistikaya görə bu proqramdan səyahət xərcləri və maliyyə dəstəyi daxil olmaqla indiyədək yalnız 2900 nəfər istifadə edib. Günay Məmmədova, Azərbaycan televiziyasının Almaniya bürosu, Berlin.